Əvvəla salam olsun bütün milləti, Azərbaycan xalqını salamlayıram. Hər kəsə salam deyirəm. Dəyərli mənim həmvətənlilərim, dəyərli Azərbaycanın qeyrətli oğlanları, Allah sizlərin canına dəyməsin, Allah sizlərin canını salamat eləsin. Və mənim gözəl vətənimin dəyərli din qardaş bacıları, mən Balakən rayonunun Sarıbulaq kəndində yaşayıram. 8 ay olar ki, mən xəstə bir oğlan övladım var, 1 yaş 2 aylıq. Onun ürəyində və ciyarında qüsur olduğu üçün bir çox orqanlara, bir çox yerlərə müraciət etmişəm və oradan mənə bir əhəmiyyət olmadığı üçün TikTok platformasına müraciət edib sizlərdən dəstək istəmək məcburiyyətində qalmışdım. Dəyərli insanlar, 15 gün öncə də mənim atam ilisut keçirdi. 12-13 gün Balakən rayonu mərkəzi xəstəxanasında qaldı və evə gətirdik, ev şəraitində müalicə eləyək və onun səhhətinlə bağlı bir yandan övladım, digər yandan atam. Hər ikisi mənim canımdan can parçamdır. Biri baxırsan balamdır, digəri isə mənim arxamda ayağım atamdır. Əziz insanlar, Allahı tanıyan, Allahı sevən, övlad sahibi olan valideynlər, olmayanlara Allah bizim kimi övlad sevgisinin dadını inşallah dadmağa qismət eləsin. Allaha and olsun ki, utanıram. Mən bir çox sayda yayımlar edirəm. Bəlkə gündə 2 dənə video çəkib paylaşım edirəm ki, bəlkə biri tuta və biri tutmaya. Mən hər kəsə xahiş edirəm. Allahın yolunda, Allah üçünə kimin imkanı varsa, hesabım profilimdədir. Mənim çarəsiz qalan xəstə körpə övladıma dəstək olun. Çox xahiş edirəm. Heç bir insan, heç bir Allahını sevən müsəlman, qardaş bacılar, mənim övladıma edilən dəstəklə, mənim övladım üçün edilən yaxşılıqlarla Allah qarşısında, Allah qatında unudulmaz bir sevgiyə, məhəbbətə çevriləcək. Çünki bugünkü gündə 3 övlad atasıyam, 2 qızım, 1 oğlum var. Allah hər bir insanın övladını qoruyub öz pənahında saxlasın. 3 övlad atasıyam, mənim üçün asan deyil ki, TikTok platformasında çıxaraq, aciz görünərək sizlərə müraciət edib, sizlərdən dəstək istəyir. Həqiqətən də asan deyil, çünki çarəsiz bir vəziyyətdə qalmışam. Kənd icra nümayəndəsinin, bələdiyyə rəisinin yanına gedirsən, deyir ki, bizlik burada bir şey yoxdur, dəstək istəyirəm, kömək istəyirəm, vəziyyətimi anladıram, deyir ki, bizdə heç nə belə bir fond yoxdur. Rayon icra nümayəndəsi, gedirsən rayon başçısının yanına, icra hakimiyyətinin yanına, deyir ki, elə bir fond yoxdur. Bəzən də gedirsən, üst mərtəbəyə qalxmağa qoymurlar, görməzdən gəlirlər. Heç hardan mənə dəstək yoxdur, kömək yoxdur. Haralara müraciət eləmişəm, haralara yazmışam. Heç kim mənim dərdimə baxmır. Məni başa düşməyə çalışın. Vallahi deyirəm, 3 uşaq atasıyam, kişi xaylağıyam, mənə asan deyil. Dəqiqə başa çıxın monitorda balam üçün dəstək istəyim. Mənim balamın yaşaması Allahın və sizin kimi insanların dəstəyinə bağlıdır. Çox xahiş edirəm. Hər birinizin qarşısında baş əyirəm. Nə mənada mənə dəstək olursunuz, dayaq olursunuz, arxa olursunuz. Allah hər zaman arxanız olsun, dayağınız olsun. Allah sizin balalarınızı gözünüzə işıq eləsin, gözünüzə çıraq eləsin, xeyir işini görəsiniz. Hər kəsə xahiş edirəm. Bir ata olaraq, bir Azərbaycan vətəndaşı olaraq, sizlərə dönə-dönə xahiş edirəm. Mənim səsimə səs verərək, dərdimə şərik olun. Çox xahiş edirəm. Hesab kartım, bir daha söyləyirəm, profildədir. Kimin imkanı nəyə çatırsa, kimin gücü varsa, xahiş edirəm ki, dama-dama göl olar. Çox xahiş edirəm. Mənim övladım üçün dəstək olun. O da sağlamlığına qovuşsun. O da başqa uşaqlar kimi oynasın, gülsün. Ən böyük dərdim, ən böyük acım bu həyatda övladımın sağlam olub, uşaqlar cəmiyyət içinə qarışıb gümrah gəzməyidir. And ola Allaha ki, məni övladı olan valideynlər, xəstəsi olan insanlar başa düşər. Mənim nə gecəm var, nə gündüzüm. İnsanlar yanında deyib gülsəm də ürəyim parçalanıb, qan ağlayır. Nəyə görə? Canımdan can parçamdır. Bəli, verən Allahdır, alan da Allahdır. Allahın hikmətinə şükür, qüdrətinə şükür. Hər anımıza şükür edirik. Amma ki, göz görə-görə, imkansızlıq üzündən pul səbəbli uşağımı oda atmışam. Çox çarəsizəm. Özümə də fiziki iş yaramır.
işləyirəm, ağır, yüngül bilmədən işləyirəm. Sadəcə olaraq bir 20 gün müddətdir ki, anji olunmuşam, ağır iş yaramır. Pis vaxt düşürdü. Hər bir insana xahiş edirəm, kimin imkanı varsa dəstək olun. Arxa olun, nə olar? İnsanıq, hər insanın başına iş gələ bilər. Bu əziz aydır, bu müqəddəs aydır. Allahın hər günü gözəldir, amma ən gözəl ayıdır, ən gözəl günüdür. Mənə dəstək olun. Mənim balamın sağalmasına köməklik edin. Bir daha söyləyirəm, hesab kartım profildədir. Xahiş edirəm, məni naümid qoymayın. Ümidim Allaha, bir də sizlərədir. Başqa kimə sığınım, hansı qapını döyüm? Hara gedib qapını döyürəmsə, ictimai orqanlara mənə arxa çevirirlər, dayaq durmurlar. Sağ olun, Allaha əmanət olun. Xahiş edirəm ki, dərdimə kömək olun, dəstək olun. Çox sağ olun, çox var olasınız.